Adamlar məsumdular. Heç bir günah eləməyiblər. Amma buna rəğmən Allah huzurunda elə dua edirlər ki, kənardan biz qulaq assaq ona, deyərik ki, bu yəqin dünyanın ən günahkar adamıdır. Ən günahkar adamıdır. İmamlarımız bir dəfə də olsun Allah huzurunda özlərindən razı halda dayanmayıblar. Allahın huzurunda özlərindən razı dayanmayıblar. Səhifə-i Səccadiyyədə İmam-ı Səccad əleyhissalamdan belə bir dua var. Ağanın dilindən çıxan bir duadır. Buyurur ki, İlahi, nadanlığıma görə səndən üzr istəyirəm. İmam deyir, zamanənin ən alim şəxsiyyətidir. Ondan üstün elm əhli yoxdur öz zamanında. Deyir ki, İlahi, nadanlığıma görə səndən üzr istəyirəm və pis əməllərimə görə səndən bağışlanmaq istəyirəm. Nə nadandır, nə pis əməli var. Amma özün elə hiss eləyir Allah huzurunda. O əzəmətdə elmi ilə demir, İlahi, mən aliməm, nə də günah eləmişəm. Mənə cənnətə salacaqsan da zatən də, sən mən nə yalvarım, nə dua eləyim. Bu boyda ibadətim var, itaətim var, imam adamam. Amma bunların heç birini demir. Deyir ki, İlahi, məni nadanlığıma görə bağışla, üzr istəyirəm səndən və günahlarımı da bağışla. Və davamında buyurur ki, sənin dərgahında sənə yalvarıram, təvazökarlıqla gözümü yerə dikirəm və sənin izzətin qarşısında zəlil bir bəndə kimi başımı yerə əyirəm. Zəlil bir bəndə kimi başımı yerə əyirəm.